Salam uşaqlar, mən Zeynalova Aysel. Bugünkü dərsimiz saç yuma texnikasıdır. Başa salacağım sizə necə saç yumaq lazımdır, nələrdən istifadə eləmək lazımdır. Ümid edirəm ki, keçən dəfə çox şeylər təlimdə yadınızda qaldı. Davam eləyəcək. Yadınızda qalanları da danışacağıq, saç yumaqdan da danışacağıq, başa salacağım sizə. Aramızda kim saçını hər gün yuyur? Əlinizi qaldıra bilərsiniz. Hər gün yuyursan? Bir-iki gündən bir, daha da bir gün. 2 gündən bir. Sən hər gün yuyursan? Sən də hər gün yuyursan. Hər gün saçı yumaq olmaz. Bu saçın dibini qurudur, saç uclarını qurudur, saçda olan kraska rəngini tökür. Ən ideal 2 gündən birdir saç yumaq. Hər gün saç yumaq çox ziyandır saç dərisinə. Saçların daranmasından danışmaq istəyərdim. Yumamışdan qabaq mütləq daramaq lazımdır saçları. İslanmış saçlar çox zəif olur. Onu daramaq, islanan sonra daramaq daha çətin olur. İsti su ziyandır saçlara, saç dərisinə çox ziyandır. Ən ideal su ilıq sudur. Qaynar su ilə yuyanda saçınız tez çirklənə bilər. Qaynar su ilə saç yuyanda saç dərisi tez çirklənir, qabıq olur saç dərisində. Ona görə ən ideal ilıq su ilə də yumaq saça. Saçınızı hansı temperaturda yuyursunuz siz? Qaynar yoxsa ilıq, soyuq? Mən ilıq su ilə yuyuram. Bəzən su soyuqlaşdığı üçün soyuq su ilə də yumuşluğum var. Amma belə eləmirsən də, su soyuyur deyə. Bəli. Sən Bir dənə sual verə bilərəm. Soyuq su ilə yuyanda saçımıza nə zərər toxunur? soyuq su ilə yuyanda Bəli. saç təmizlənmir. Saç dərisi təmizlənmir, pilli qalır. Yəni saç dərində olan yağ orada qalır da, yəni tərpənmir. Ona görə də saç tez yağlanır. Çox sağ ol. Mən həmişə isti suyla yuyuram. İsti, ilıq, qaynar. Qaynar. Qaynar su. Çünki mən elə bilirdim ki, qaynar su baş diblərindəki kəpək təmizləyir. Mən elə deyilmiş. Başqa? İlıq su ilə yuyuram. Ən ideal ilıq su ilə yumaqdır. Yəni qaynar su ilə yuyanda saç dərisi korlanır. Soyuq su ilə yuyanda demək olar ki, yumamış kimi sayılırsınız, təmizlənmir saç, bir günlük təmiz qalır, sonra təzədən yağlanır. Keçək əsas məsələyə, şampundan danışacağıq. Onu necə istifadə edirik uşaqlar? Elə insanlar var ki, birbaşa saçın özünə tökür şampunu və siz necə istifadə edirsiniz şampunlardan? Mən ovuc içmə töküb saç diblərimi oxalayıram. Məsəl üçün ovuc içinə nə qədər tökürsən? Az miqdarda. Təxmini bilirsən, yoxsa Yəni gözə yar eləyirsən? gözə yar. Başqa bilən var, nə qədər istifadə edirsiniz? Ovucu tökürsən, yoxsa prama saça tökürsən? Ovucuma tökürəm, sonra saçıma. Göz. Mən ovucuma tökürəm, Sən sonra ovucuna- saçıma tökürəm. Ovucumu isə burası boyda tökürəm. Yəni tam olaraq ovucumun az miqdarı qədər. Aydındır. Saçı yuyanda şampunu saçın özünə birbaşa vurmaq olmaz. Ovuc içinə təxminən saçın uzunluğuna baxırsınız da. Ya bir xörək qaşığı, əgər uzundursa 2 xörək qaşığı. Kim bilir ki, saçın dərisini qaşıyaraq yumaq lazımdır, yoxsa barmaq? Aranızda dırnaqla yuyan var saçlarını. Mən əvvəlcə Bilirsiniz, dırnaqla yuyanda saçda, baş dərisində nə baş verir? Qabıq, infeksiya, yara. Başqa? Saç tökülməsinə səbəb ola bilər, kəpək yarada bilər, qıcıqlanır saç dörü.
Ona görə barmaq ucları ilə, dırnaqla yox, barmaq ucları ilə yumaq lazımdır saçı. İndi saç balzamından və maskasından danışacağıq. Saç balzamını və ya maskasını saçın dibinə vurmaq olmaz. O da tez çirklənməyə, saç tökülməyinə gətirib çıxarda bilir. Həcmini öldürür. Ona görə saç balzamını və ya maskasını təmiz yumaq lazımdır. Şampun başın dibi üçün, balzam saçın ucları üçündür. Bu birmənalı olaraq yadda saxlamaq lazımdır. Amma həmişə saç uzunluğuna görə vurmaq lazımdır. Saç diblərinə tətbiq eləmirik. Və elə şampun, elə balzam var ki, onu saçda 2 dəqiqə, 3 dəqiqə onun ucu şampunun üstündə yazılır. Bu mövzu ilə bağlı sual olan var? De. Bizdə ancaq Gülbəniz danış. Bəs əgər deməyəncə demişdiniz ki, balzamını və saç maskasını təmiz yumaq lazımdır. Bəzi insanlar deyir ki, balzamı təmiz yox, belə biraz qalacaq şəkildə yumaq lazımdır. O doğrudur, yoxsa yanlış? Yox, o yanlışdır. Balzamı tam saçdan qutarana kimi onu yumaq lazımdır, saçda saxlanmışsa. Sonraki etaplarda saç yumşaldıcı spreylər olur, kremlər olur, yağlar olur. Onlardan da danışacağıq sizə. Belə. Çox sağ ol. Siz indi demişdiniz ki, saçın balzama uzunluğuna qədər vurmaq lazımdır. Uzun saça nə qədər, qısa saça nə qədər vurmaq lazımdır? O eyni şampun dediyim kimi bir xörək qaşığı baxırsan, saç qalındırsa 2 xörək qaşığı vura bilərsən. Təxmini deyirəm, qaşıqla tökməyəcəksiniz də, biləcəksiniz ki, nə qədər tökmək lazımdır. Və dibinə yox, uclarına vurmaq lazımdır. Balzamı çox dibinə vurmaq olmaz. Bəzən 2 saat, 3 saat başımızda qalır dəsmal. Bu düzgün deyil. Bir də saçı dəsmaldan çıxardandan sonra saçı dəsmalla sürtmək yox, sıxmaq lazımdır. Belə. Var, saçı dəsmalla sürtürsünüz, onda saç korlanır, saç qıranlar əmələ gəlir. Amma qurutmaq lazımdır. Saçı dəsmalı qoydunuz, əlinizlə belə sıxmaq. Sürtmək yox, sıxmaq. İndi istəyirəm müştərim biraz rahat yerləşdirməsi haqqında danışaq. İndi iştirakçılardan biri yanıma yaxınlaşsın. Gəl. Tutaq ki, müştəri gəlib. İndi Gülbənizi əyləşdirək. Təsəvvür edin ki, müştəri gəlib, indi bizdə o şərait yoxdur. Stol üstündə göstərəcəm sizə. İlk öncə necə qulluq eləmək lazımdır, onu göstərəcəm. Sonra bir yerdə bunu edəcəyik. Dəsmalı götürürük, müştərinin boyun hissəsinə qoyuruq. Bizdə lent olmadığı üçün indi əlimizin altında lent də istifadə eləmək lazımdır ki, müştərinin paltarı batmasın suya. Ümumiyyətlə, müştəri komfortlu hiss eləməlidir özünü salona gələndə. Mütləq soruşmaq lazımdır ki, sizi su qane edir, yoxsa yox, istidir, soyuqdur, bunu mütləq soruşmaq lazımdır. Müştərini çox qıcıqlandıra bilər, siz soruşmamış bunu eləsəz. Müştərini rahat şəkildə yerləşdiririk, saçını, altda olan saçları çıxardırıq. Müştərini arxa hissəyə, moykaya qoyuruq. Baxırıq ki, alt paltarına su keçməyəcək halda olsun. Suyu açandan sonra əlimizlə birinci yoxlamalıyıq. Su ilıq olmalıdır. Nə qaynar, nə soyuq olmamalıdır. Mütləq saç dibinə uyğun şampun seçmək lazımdır. Müştəridən birinci soruşursunuz, hansı tipdə şampunlar istifadə edir və özünüz də müəyyən edə bilərsiniz ki, hansı şampun lazımdır sizə. Yağlı ola bilər, quru ola bilər, boyalı ola bilər, həssas baş dərisi ola bilər, allergik ola bilər. Bunlara mütləq fikir verməlisiniz. İndi sizə göstərəcəm saç necə yuyulmalıdır, dırnaq dəyməməlidir, necə masaj eləməyi göstərəcəm. Aça bilərik saçımı? Biz
indi Gülbənizi incitmirik. Çünki arxaya başını eləməyəcək də. İndi mən sizə beləncə formada göstərəcəm ki, saçı necə yumaq lazımdır. Saç üzə heç bir halda su sıçramamalıdır. Qulağının su getməməlidir. Siz bunlara hamısına fikir verməlisiniz ki, suyu əlinizlə aparırsınız. Suyu gətirmirsiniz lap qabağa ki, üzünə getməsin, makyajda ola bilər, o makyaj silinə bilər, ya qulağına su gedə bilər, onda müştəri əsəbləşə bilər. Ona görə suyu ancaq bu hissənizi istifadə edirsiniz, su əvəzi. Suyu buradan tutursunuz, belənçinə aparırsınız. Ki, nə üzə, nə qulağa su getməsin. Və yumağa başlayanda bunu masaj formasında yuyursunuz. Nətər gəldi yox, əlinizi masaj formasında aparırsınız. Yuyandan sonra bir əldən suyu tutursunuz, altdan bu əllə suyu çıxardırsınız, şampunu təmizləyirsiniz altdan. Yuyub şampunu qutarandan sonra bir də altdan suyu aparırsınız. Ki təmiz olsun, alt hissədə şampun qalmasın. Qulaqların qırağında şampun qalmasın, masaj formasında gedirsiniz. Şampunu tökməzdən əvvəl mütləq baxın ki, necə saxlamaq olar. Neçə dəqiqə saxlanır. Şampunu əslində saxlamaq olmaz saçda. Yenə də elə məqamlar var ki, saxlamaq lazımdır. Saç çox yağlı ola bilər, köklü ola bilər. Şampunu yuyub, baxırsınız, müştəridən soruşursunuz. Saçını dünən yuyubsa, bugün siz bir dəfə şampunluyursunuz. Yox, saçı çirklidirsə 2 şampun vurursunuz, eyni qaydada yuyursunuz. Yuyub şampunu təmizləyəndən sonra saçdan ya kondisioner, ya maska istifadə edirsiniz. Əgər müştəri istəyirsə maskadan istifadə edirsiniz, istəmirsə balzamdan istifadə edirsiniz. Saça uyğununu seçirsiniz. Ya kraskalı saç üçün, ya quru saç üçün, ya da çox nazik saçlar olur onlar üçün. Balzamı tətbiq etdikdən sonra barmaqlarınızla saçları asta-asta darayırsınız. Sonra onu moykada ilə daraqla darayırsınız. Sonra tam təmiz kondisioneri maskanı saçdan yuyursunuz. Yəni heç bir halda maska, balzam saçda qalmamalıdır. Yuduq qutardıq. Dəsmalı pükürük saça. Biraz arxa ilə. Saçı yuyub qutarandan sonra biz dəsmal, indi bizdə dəsmal bir dənədir. Bu altdakı dəsmal qalmalıdır. Üstdəki təzə dəsmal götürürsünüz, altdan keçirdirsiniz. Pükürük, saçı pükürük. Dəsmalımız biraz böyükdür. Bu halda keçirdirik, altdakı yaş dəsmalı dəyişirik, təzə dəsmal qoyuruq. Müştərini hazırlayırıq, ya kəsimə, ya saç düzümünə hazırlayırıq. Burada nə öyrəndik? Saçı neçə dəfə yumaq lazımdır? Əgər saç bir gün əvvəl yuyulubsa, bir dəfə şampunluyuruq saçı. Əgər saç kirlidirsə, 2 dəfə şampunluyuruq saçı. Elə müştəri var ki, deyəcək mən dünən yumuşam, amma yenə də 2 dəfə yuyun. O da olur. Başqa? Saçı neçə dəfə yumaq lazımdır? Saç əgər dünən yuyulubsa, bir dəfə. Amma dünən məsələn çirklidirsə 2 dəfə. Bir dəfə müştərinin istədiyinə görə. Əgər saç dünən yuyulubsa, bir dəfə vururlar şampunu. Əgər saç 2 gündən əvvəl yuyulubsa, onu 2 dəfə vururlar. Bir dəfə də müştərinin istəyinə görə baxılır. İlk öncə müştəri bizə gəlir. Müştərini əyləşdiririk. Dəsmalı yəni elə qoyuruq ki, müştəri paltarı islanmasın.
Sonra istəyən müştəridən soruşmalıyıq ki, məsəl üçün saçı dünən yuyulubsa, saçını bir dəfə şampun vuracağıq. Əgər yox, 2 gün əvvəl yuyulubsa, saçını 2 dəfə şampun vuracağıq. Əgər məsəl üçün müştəri saçını dünən yuyubsa, indi isə 2 dəfə saçını yumağımızı istəyirsə, yəni şampun 2 dəfə yumağımızı, onu müştərinin istəyinə görə eləyirik. Müştərinin başına arxaya belə eləyəndə Dəsmalı altından nə taxırıq dəsmalı? Hə, dəsmalın altına bir dənə əlavə dəsmal taxırıq ki, Dəsmalın altından varımızsa lent taxırıq ki, su alta keçməsin. Su alta keçməsin. Bir dənə də əlavə dəsmal taxırıq ki, müştərinin yuduqdan sonra dəsmalın başına belə bağlayaq. Onu axırda eləyirik. Hə, onu ən axırda eləyirik. Saçı birinci başına arxaya eləyirik ki, müştərinin üzü makyajlı ola bilər, sadə bir şey ola bilər, üzünün makyajı dağılmasın da. Nə də ki, qulağının içinə su getməsin, əsəbləşə bilər. Başını arxaya eləyirik, əlimizlə suyu beləncilik tuturuq ki, müştərinin nə üzünə, nə də qulağına getməsin. Arxa hissəsini götürəndə saçını belə qaldırıb əlimizin altı ilə belə yuyuruq. Harda duracaqsan sən müştərinin saçını yuyanda? Arxadan belə duracağıq ki, Hansı hissədə, bu hissədə duracaqsan? bəli, bu hissədə belə duracağıq ki, Belə qucaqlayacaqsan işte. Sən elə durursan ki, müştəriyə yaxın durmayasan. Bax, müştəri durub, sən çalışdığın qədər müştəridən uzaq durursan. Qolunu müştərinin üzünə, harasınasa yaxınlaşdırmaq olmaz. Ancaq görsən necə tutur. Gəl. Sənə hansı tərəfdə durmaq rahat olursa, o tərəfdən durursan. Məsəl üçün, mənə bu tərəfdən rahatdır, oradan yuyurum. Sənə oradan rahatdır. müştərinin saçının arxasını yuyanda elə eləyirik ki, müştərini qucaqlamayaq. Sana gəlsin. İlk öncə müştəriyə dəsmalı yerləşdiririk. Bir də bizdə varsa əgər belə lent bağlayırıq ki, müştərinin paltarına su olmasa. Lent hardan bağlayırıq? Boynundan. Dəsmalın altından. Hə. Sonra müştərinin soruşuruq, saçını nə vaxt yuyub, dünən yuyubsa əgər bir dəfə şampun vururuq. Yox əgər saçı çirklidirsə 2 dəfə şampun vururuq. Bir də müştərinin istəyinə görə, yəni də özü deyir, biz ona görə də hərəkət edirik. Sonra müştərinin nə tip şampunlar istifadə etdiyini soruşuruq. Saçı yağlı şampunlara görə istifadə edə bilər, quru ya da rəngli saçlara görə istifadə edə bilər. Sonra müştərinin saçını belə tuturuq, buramızdan belə eləyirik. Yəni su vuranda belə yuyuruq ki, Suyu necə tuturuq? Hansı əlimizdən tutub, hansı əlimizdən yuyuruq? belə bundan belə ki, müştəri makyajlı ola bilər. Sonra saçını buradan belə elə ehtiyat etmək ki, buramız, əlimiz müştərinin üzünə dəyməsin, narahat ola bilər. Bir də su müştərinin qulağına getməsin, narahat olub əsəbləşə bilər. Müştərinin saçını qaldırırıq, sonra altdan belə ovuşdur belə. Altdan ovuşdurmur. Saçı necə masaj eləyə yuyuruq? Belə barmaqlarımızın. Oradan durmaq sənə rahat olur? Xeyr, buradan belə yuyuruq. Yəni rahatsa sən arxadan da yuya bilərsən saçı. Arxa hissədən. Belə yuduq altdan. Suyu altdan belə keçirtdik, şampun qalmasın. Ən çox saçın arxa hissəsində şampun qalır, ona görə təmiz yuyursan. Saçı orada, suyu orada biraz tutursan ki, təmiz, şampun təmiz yuyur. Bəli. Sonra dəsmal soğuduğuna görə başqa dəsmalı qoyuruq. Şampun, sonra? Sonra bunun yanından sonra başqa saç maskaları ola bilər, balzamlar ola bilər. Onlardan istifadə edirik. Lakin saç məsələn maskaları ya da ki balzam başının dibinə yox, uclarına ən çox daha vururuq ki, saçın dibi yumşalıb saçı tökülməsin. Sonra onu yenirik. Sonra saçını da yaxşı-yaxşı yuyandan sonra dəsmalı dəyişdiririk. Balzamı vururuq, sonra yenirik. Yuyuruq. Onu dedim. Balzamı vurandan sonra barmaq çox yavaş-yavaş. Barmaqlarımızdan saçı daramış kimi bir şey. Onu darırıq. Sonra saçı təmiz yuduqdan sonra ondan sonra dəsmalı dəyişirik. Dəsmalı altından keçiririk. Sonra belə.
çox səliqəli edirsən ki, müştərinin makiyajını silməyəsən. Bəli, sonrası bunun altından belə keçiririk. Sonrası kəsir. Müştərini yavaş-yavaş qaldırırıq. Sonrası onun saçını kəsməkdir rəhmət. Onları Birinci müştərinə eləşdiririk. bəli, sonra müştəridən sual veririk ki, bəs saçı neçə gün əvvəl yuyulub? Əgər bir gün əvvəl yuyulubsa, bir dəfə şampunlayırıq. Əgər saç tipi kirlidirsə, 2 dəfə. Əgər yenə də bir gün əvvəl yuyulubsa, müştəri 2 dəfə şampunlamamızı istəyirsə, 2 dəfə şampunlayırıq yenə də. Sonra suyu əlimiz, barmağımızla yoxlayırıq, istidir. Saçı quru-quru daramaq lazımdır, yoxsa yuyandan sonra bərk-bərk daramaq lazımdır? Quru-quru daramaq lazımdır. Təşəkkür edirəm. Gələn dərsdə görüşərik. Ümid edirəm ki, xoşunuza gəldi və burada nəsə əldə edə bildiniz. Çox sağ olun.